Sağ ol. Deməli, məndə belə bir problem var. 14 Pro Max-da üzərində sensor işləmir. Əlbəttə buyurun. Ayda nə yaxşı oldu. Kakras pul da yox idi. İndi mən buna yalandan deyərəm ki, ekran dəyişməyi lazımdır. 600 manat qabaq olaram. Sizin telefonunuzda sensor sıradan çıxıb, ona görə ekran dəyişməyi lazımdır. Ekranın da qiyməti ancaq originalı var, 600 manatdır. 1 saatı dəyişib təhvil verirlər. Çox təəssüf edirəm. Ekran dəyişəndən sonra bu problem yaşanır. Sonra zəmanət də verirsiniz. Dəyişin onda. 1 saata yaxınlaşarsınız. Yaxşı. Rəvan, orada mən 14 Pro Max-a bir dənə xərab ekran verilmən, müştəri düşüb mənim üçün bomba. Bax, müştəri düşüb. Hazır usta. Hayır, hazır. Ekranı değişdik, orijinal ekrandan əvəz elədik. Xeyirli olsun inşallah. Yox. Sağ olun, xoş gəlmişsiniz. Buyurun. Məndə də Pro Max yox. Sensorda nasıl problem var? Sizin telefonda ola bilər sistem donsun. Ona görə sensor heç bir reaksiya verməsin. Onlar birincini yoxlayaq görək açılacaq yoxsa yox. Olur. Bu 3 düyməni basmaqla telefona restart vermiş olursunuz. Və əmin olursunuz ki, həqiqətən problem ekranlıqdır yoxsa yox. Buyurun, gördüyünüz kimi artıq telefonumuz əvvəlki vəziyyətində işləyir. Sadəcə olaraq sistem donub, ona görə sensor reaksiya vermirdi. Bəs bunu ödəniş nə qədər olacaq? Heç bir ödənişə ehtiyac yoxdur. Biz belə xidmətlərə görə ödəniş götürürük. Təşəkkür edirəm. Buyurun, xeyirli olsun. Düzgün servis, dürüst nəticə.